Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir çox asan toxunan naxşı, tez də artan bir naxşın toxunmasını istəyirəm göstərim. Milimizə 4-4 yığırıq ilməkləri belə formada. Birində artıq götürürük. Sapın da ki 100 qramlıq 350 metrəlik sapdır. Bu naxşı nəyə istəsəz toxuya bilərsiniz. Jiletə, jaketə, svitrə, papağa, kimin ürəyi nə istəsə toxuya bilər. Rezinkanı da mən bir tərs bir düz toxumuşam. Siz necə istəsəz hələ də toxuya bilərsiniz. Bunun üçün də mən milimə qısa formada yığacam. Belə mil götürürəm. Sapımı da belə eyni sapdır. İndi qısa formada yığacam. 4 naxşı göstərəcəm. Bunun üçün milimə 16 ilmək, birində artıq götürürəm. 17 ilmək yığacam. Formada yığıram. Mən burada rezinka toxuyan deyiləm. Hər iki üzdən bir sıra tərs toxuyacam ki, naxşın düz durması üçün. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 bir ilməkdə artıq yığıram. 17 ilmək yığdım milimin üstə. Buradan bir düğün atıram. Artıq sapı da kəsdim. İndi mən buradan bir sıra tərs toxuyuram. Bura düz üzüdür. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Bu sıranı axıra qədər belə toxuyuram. Bir sırada arxa üzdən toxuyacağım tərs. Kənarda yenə tərs toxudum. İndi tərs üzdən də birinci ilməyi götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən birinci ilməni götürürəm. Bir düz toxuyuram. Bu 3 ilmənin içindən birini çıxardım, birini artırdım. Yenə birini toxudum. Yenə bir düz toxuyuram. 3 ilməkdən yenə 3 ilmək çıxardıram. Bir düz toxuyuram. 3 ilməyi götürürəm elə. 3 ilməyi içindən bir ilmək çıxardıram. Birini artırıram, yenə bir ilmək çıxardıram. Burada da yenə bir ilmək götürdüm. 3 ilməyin içindən 3 ilmək çıxardıram. Bu kənarda ilmək bir tərs qalmalı idi, düz saymamışam yəqin. Burada da bir tərs, kənar ilmək kimi. Naxşı adiyyatı yoxdur onun. İndi bu kənarı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram.
İndi bura düz üzdür. Düz üzdən indi bu naxışını ortaya salırıq da. Buradan kənardan da eləyə bilərik, kənar ilməklə bir yerdə. Ancaq mən istəmirəm kənar ilməyi bu ilməkləri qarışdırım. Kənarı götürürəm. Buradan bu düzləri toxuyuram, 2 düz. Bu da düz toxudum 3 ilməyi. İndi bu ortadakı düz ilməklə bu 3 ilməyin bu tərəfi, bir də bu tərəfi. Bu üçünü bir yerdə götürürəm. Yenə 3 ilməkdən 3 ilmək. Yəni ortaya salıram da yerlərini dəyişirəm. Bu 3 ilməyin bu ortasındakı ilməyi, düz toxuyuram. Yanındakı ilməklə bu birisinin yanındakini götürüb üçünü bir yerdə yenə 3-dən 3 çıxardıram. Yenə bu ilməyi düz, bu birisi 3 ilməyi yenə 3-dən 3 çıxardıram. Burada da 2 düz oldu, bir də kənar. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. İndi bu sırada bir sırada toxuyacağım. Birinci sırada necə toxumuşdumsa, bu sırada da elə toxuyuram. Kənarı götürdüm, bir düz toxudum. Bu əvvəlki 3 ilməkdən 3 çıxartmışdıq burada. Bu həmin 3 ilməyi yenə götürürəm. Üçün içindən birini çıxardıram, birini artırıb, yenə bir düz çıxardım. 3-dən 3. Yenə bu ilməyin ortasına düşür, indi düz. Onu düz toxuyuram. Bu 3 ilməyi yenə üçündən 3 dənə çıxardıram. Yenə bu ortadakı ilməyə düz toxuyuruq, düz düşür. Bu 3 ilməkdən yenə 3 ilməyi çıxardım. Yenə bir düz toxudum. Bu 3 ilməkdən də 3 ilmək çıxardım. Kənarı da tərs toxuyuram. Formada. Arxa üzdən, tərs üzündən yenə hamısını tərs toxuyuram. Formada belə bir naxışa alınır. Bu əvvəl toxuduğum, bu da indi sizlə bir yerdə toxuduğum. Sağ olun, gələn videomda görüşənə qədər.